Salam, hörmətli icraçı. Vətəndaşlar düşünür ki, əgər pensiya yaşına gəldim çatdımsa, 25 il stajın yoxdursa, mənə pensiya düşməyəcək. Yəni 25 il stajı bərpa edə bilməyəcəm. Xeyr, eləmə olur. Digər vətəndaşlar düşünür ki, bəs ailə başçısının itirməyə görə pensiya yalnız o halda ala bilərəm ki, ailə başçısı pensiya almış olsun. Əgər almışsa, mənə də düşməyəcək onun pensiyası. Bu da heç nə belə düşünməyən hallar var. Eyni zamanda evli olan şəxslər düşünür ki, mənim minimum 5 il əmək stajı olmalıdır. Sonraki yaş dövrünə görə isə əlavə 4 ay hər yaş dövrünə görə olmalı. Məsəl üçün 35 yaşına qədər 5 il, 35 yaşından sonra isə hər yaş dövrü üçün 4 ay olmalı. Məsəl üçün 36 yaşda olmalıdır, belə deyək də 5 il 4 ay staj olmalıdır. Bunu yığmağa şansa mənə yəni əmək pensiyası düşməyəcək. 3 əmək növü pensiya var. Birincisi, yaşa görə əmək pensiyası, ikincisi, ailə başçısının itirməsinə görə pensiya, üçüncüsü də ki, belə deyək də, əlilliyə görə pensiya. Hörmətli icraçı. Bunların hər üçü, yəni müəyyən hallar var ki, düşə bilər vaxtından əvvəl. Əlilliklə bağlı qeyd etmək istəyirəm, amma əvvəlcədən sizdən xahiş edirəm ki, mən də əlilliyi olan şəxsən, yəni əlil arabasındayam. Bu hüquqi maarifləndirmə video hazır edən hamı bilsin. Qoy mənim əziyyətim hədər getməsin. Bəyənin videonu. Bəyənin və YouTube kanalına dəstək üçün abunə olun ki, ona görə ki, mən də telefonla hüquqi məsləhəti yəni verirəm. Eyni zamanda ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Və yəni onunla dolanıram, belə deyək də, hörmətli icraçı. Hüquqi məsləhəti verilməsi 10 manatdır. Bundan da əlavə ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Əlavə ödənişi qoy, hamı bilsin. Ona görə dəstək olun, bəyənin videonu, bir də YouTube kanalına abunə olun. Telefon nömrəsi YouTube kanalında videonun izahı yerində qeyd olunub, müraciət üçün. Eyni zamanda YouTube kanalını şərhlənməsini istənilən videonun üzərində var. Buyurun müraciət edə bilərsiniz, amma WhatsApp-a. Və yəni keçən mövzuya. Hansı halda yəni pensiya düşə bilər? Birinci onu qeyd edən ki, yaşa görə pensiya əgər, məsəl üçün deyəm, 3 il işləmişsiniz, 2 il çatmırsa, o deməkdir ki, sizə pensiya düşməyəcək. Müəyyən hallar var. Müəyyən hallardan biri odur ki, 65 yaşınız tamam oldu da görürsünüz ki, 2 il çatmır. Siz əlavə olaraq 2 ildə işləyə bilərsiniz. Deyərsiniz ki, mənə işə götürməyəcək. Bu halda verin asıb verin işləyə bilərsiniz. Hörmətli icraçı. Yəni hansısa bir fəaliyyətlə məşğul ola bilərsiniz. Nəzərə alın. Bundan əlavə qeyd edin ki, 65 yaşından sonra fəaliyyət göstərirsinizsə, belə deyək də, əgər bir dəfəyə qərar gəldiniz ki, daha işləməyəcəm, bəsdir. 4 il sonra pensiyanın yerinə hesabatda bilərsiniz, hörmətli icraçı. Nəzərə, əgər yox, işləyirsinizsə, hər 6 ildən bir 2 dəfə şansınız var. Yəni 12 il ərzində təzədən hesabatda bilərsiniz. Nəzərə alın. Bir vacib məsələ bu. İkinci vacib məsələ odur ki, əlilliyi olan şəxslər, məsəl üçün deyəm, tutaq ki, həmin minimum stajı yığmağa 1 il qalıbsa, 2 il qalıbsa, çatmırsa, o halda da orada verim açıb işləyə bilərlər. Yəni hansısa bir fəaliyyət növünə məşğul ola bilərlər, problem yoxdur. Və dediyim kimi 35 yaşına qədər 5 il, 35 yaşından sonrasa hər yaş dövrü üçün əlavə 4 ay staj hesab olunmalıdır. Yəni ki, 36 yaşda olmalı 5 il 4 ay, 37 yaşda olmalı 5 il 8 ay, hesab olunur son yaş dövrünə qədər. Ümumiyyətlə, insanlarda əmək pensiyasının hesablama müddəti 15 yaşdan sonra başlayır. Daha düzünü 15 yaşdan başlayır. 15 yaşdan insan əmək fəaliyyətinə məşğul ola bilər. Və onu qeyd edin ki, ölmüş şəxsdən, ailə başçısını itirmiş şəxslər üçün belə deyək də, pensiya və müavinət verir. Müavinət o halda verir ki, həmin şəxsin pensiya alma hüququ olmasın və belə deyək də, eyni zamanda pensiya ala bilər həmin şəxs ki, belə deyək, həmin ölmüş şəxsin pensiya hüququ yaransın. Bu hansı halda yaranır? Əvvəlcədən onu qeyd edin ki, minimum pensiya 320 manatdır hal-hazırda 2025-ci ildə, amma ailə başçısının itirməyə görə müavinətsə gələn aydan olacaq 140 manat. İndi hal-hazırda 120 manatdır.
Görün ne kadar farkı var. İki de var. İnsanlar düşünür ki mütləq vefat etmiş şəxs, dünyasını dəyişmiş şəxs pensiya yaşı olmalı. Xeyr. Belə götürək də hörmətli izləyicilər. İnsandır. 30 yaşda da rəhmənə gedib bilər, 40 yaşda da gedib bilər, 50 yaşda da gedib bilər, 60 yaşda da gedib bilər. Bu halda qanunverici deyir ki, vəfat etmiş şəxsin stajyer hesab alınacaq. Yəni ki, belə deyək, tutaq ki, belə götürək də, insan belə 40 yaşında rəhmənə gedib, misal üçün deyəndə, məsəl deyərlər. O halda hesab onu hər yaş dövrü üçün 4 ay staj. Yəni 15 yaşından başlayaraq. Yəni belə deyək də, 15 yaşından 40 yaşına qədər bunun 25'i belə deyək, yaşı olub, yaş fərqi olub. 25'i. Deməli 4 ayda vuruq 25'e. 4'ü 20'ye vuranda 50, 80, o da 5, 100 ay. 100 ayımızın ne kadar iyi bizim? Təxminən onu hesablamaq lazımdır. Deməli 5 ilimiz iyi. Belə götürək də 60 ay, 3 ilimiz iyi 36 ay, eğer 86 ay. Orada da biri gəlir çıxır 98 ay. Deməli 9 il 2 ay bunun stajı olmalıdır. Misal üçün. Və yaxud da 50 yaşı olanda onu hesab edirsə 50 yaşa uyğun. Bildinizmi necə demək istəyirəm? O qədər staj yığıbsa artıq bunu belə pensiya yaşını gözləməyə ehtiyac yoxdur. Və yaxud kimdən belə deyək də pensiya ala bilər, o halda ala bilər. Bunun həyat yoldaşının pensiya yaşı gəlib çatıbsa, o ala bilər. 18 yaşına qədər uşaqları varsa, o ala bilər. Yəni daha düzgün onlar ala bilər. Eyni zamanda 50 olan şəxsi uşağı varsa 18 yaşına qədər, o hətta 18 yaşından sonra da daxil yoxdur. 20 yaşı var, 30 yaşı var. Atasının yəni anasının pensiyasını ala bilər. Belə bir məhdudiyyət yoxdur. Eyni zamanda onu da qeyd edin ki, vəfat etmiş şəxsin, yəni dünyasını dəyişmiş şəxsin yaşlı valideynləri varsa, əgər o qulluq edirsə, həmin şəxslərdən onun pensiyasını ala bilər. Eyni zamanda həmin şəxs kiminsə qəyyumluq edirsə, yəni ki, o halda da ala bilər. Hörmətli izləyicilər. Yəni onun himayəsində olan şəxslər ala bilər. Nəzərəm. Bundan əlavə qeyd edin ki, birinci qulluq edən şəxs fərqi yoxdur. Yəni ikincisi. Bu yəni patronaj da ola bilər, qəyyum da ola bilər. Qulluq edirsə, bu da staja daxildir. Əlavə olaraq. Onu da qeyd edin sizə, hörmətli izləyicilər. Bu barədə videonun olub dəfələrlə demişəm. Bir daha qeyd edin ki, əgər kimsə əlavə məlumatı əldə etmək istəsə, mənə WhatsApp-a əgər sual var, səsi mesaj göndərsin. Qeyd edin ki, telefonla hüququn məsləhətin verilməsi 10 manatdır. Mən özümdə əlilliyi olan şəxsin, yəni onunla doğanın heç gün incilməsin. Yəni ki, ən minimal bacardığım budur. Yəni güzəştli şəkildə pulsuz deməyək, ən minimal qiymətə göstərdiyim yəni fəaliyyət 10 manatı. Bu dəqiqə bu taksiyə minib gedirsinizsə, ən azı bir 10 manat, 15 manat xərc edirsiniz vəkilin yanına getməyə. Amma evdən gedib çıxmadan siz bu hüquqi məsləhəti ala bilərsiniz. Heç kim incilməsin, yəni imkan daxilində bu köməyi edə bilirəm. Bir daha qeyd edin, telefon nömrəm videonun izahı yenə YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalında şort bölməsində istənilən videonun üzərində bu. Dəstək üçün abunə olmağı unutmayın, videonu bəyənməyi unutmayın. Diqqətinizə görə sağ olun. Sağ olun.